Bugün bu memorial kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər birisi öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər. Uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Həm öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda görə nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər. Və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, ordumuza inam. Və bugün bu memorial kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, yəni 20-ci əsrin ən qanlı cinayətlərindən biri idi Xocalı soyqırımı. Və xalqımız buna məruz qalmışdı. 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız həm öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı və bugün biz bu memorial kompleksin açılışında iştirak edərkən bir də deyirik ki, bugün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təhribat törətmək gəlməsin. Artıq Azərbaycan 92-ci ilin Azərbaycanı deyil. Bugün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdı dünyada. Və bugün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövləti, bizim siyasətimizdir. Mən elə Vətən müharibəsi dövründə bizim şəhərlərimiz, kəndlərimiz Ermənistan dövləti tərəfindən bombalananda demişdim ki, biz Azərbaycanlıyıq. Biz müharibəni də müharibənin qaydaları əsasında aparırıq və aparacağıq. Heç vaxt ermənilərdən fərqli olaraq günahsız əlyalın mülki əhaliyə qarşı müharibə aparmamışıq. Və bu bizim xalqımızı daha da ucaltdı. Və bugün xalqımıza, dövlətimizə olan hörmət o cümlədən məhz buna görədir. Və o vaxt mən demişdim ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. Bütün şəhidlərin qisası alındı və bütün şəhidlərin doğmaları, yaxınları üçün bu müəyyən təsəllidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətlərini unutmayacağıq və hər zaman güclü olmalıyıq və olacaq ki, belə faciələr bir daha təkrarlanmaz.